Günlər var ki, sevincin böyüklüyü ilə. Günlər də var ki, fəlakət və qüssənin əzəməti ilə unudulmazdır. 31 mart Azərbaycan tarixində məhz ikinci unudulmaz gündür. Erməni daşnaqlarının Azərbaycanlılara qarşı keçirdiyi soyqırımdan tam 100 il keçir. Bir əsr əvvəl ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətlər bizim yaddaşımıza əbədiyyən həkk olunmuşdur. Biz unutmadıq, unutdurmarıq. 1918-ci ildə Bakıda, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Daşnaqçıyan partiyasının birləşmələri Bakı Kommunasının bolşevik rəhbərliyinin dəstəyi ilə türk məhəllələrində silahsız dinc əhaliyə qanlı divan tutublar. Bu vaxt belə bir sual yaranır. Mart soyqırımının tarixi hansı hadisələrlə əlaqədardır? Bu soyqırımın təməli 1813-cü il Gülüstan, 1828-ci ildə isə imzalanmış Türkmənçay müqaviləsi ilə qoyulmuşdur. Məhz bu müqavilələr nəticəsində ermənilər kütləvi şəkildə Azərbaycan ərazisində məskunlaşdırılmağa başlamışdılar. Bəs Mart soyqırımını törətməkdə erməni terroristlərinin məqsədi nə idi? Niyə bolşeviklər əks inqilaba qarşı mübarizəsi bəhanəsi ilə dinc Azərbaycan əhalisinə divan tutdular? Soyqırımın əsas məqsədi Azərbaycanlıların məhv edilməsi idi. Həmçinin türk-müsəlman əhalisini qırmaq, Bakını Rus-Erməni şəhərinə çevirmək və xalq azadlıq mübarizəsini başsız qoymaq idi. 1918-ci il martın 31-də ermənilər Stefan Şamiyanın başçılığı altında Bakı şəhərində türk-müsəlman xalqına amansızcasına və vəhşicəsinə qırğınlar törətməyə başladılar. 3 gün müddətində erməni silahları Azərbaycan məhəllələrinə qəfildən daxil olaraq uşaq böyük demədən hər kəsi qətlə yetirmişdilər. Minlərlə Azərbaycanlı dinc əhali məhz dini mənsubiyyətinə görə məhv edilmişdir. Evlərə od vurulmuş, insanlar diri-diri yandırılmışdır. Ermənilər yaşayış yerlərini, məktəbləri, bağçaları, binaları, məscidləri, tarixi abidələri viran etmiş, Kaspi mətbəəsinin Açıq Söz qəzetinin redaksiyasını məhv etmiş, İsmailiyyə binasını dağıtmış və Bakı şəhərinin böyük bir hissəsini xarabalığa çevirmişlər. Həmin günlərin şahidi olmuş Kulmer soyadlı bir alman 1925-ci ildə Bakı hadisələri haqqında belə yazmışdır. Ermənilər müsəlman məhəllələrinə soxularaq insanları öldürür, qılıncla parçalayır, süngü ilə deşik-deşik edirdilər. Qırğından sonra bir çuxurdan çıxarılan 87 Azərbaycanlı vətəndaşın qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Erməni vəhşiləri uşaqlara, körpələrə acımadıkları kimi yaşlılara da acımamışlar. Soyqırım nəticəsində 12 minə yaxın Azərbaycanlı qətlə yetirilmiş, 10 minə yaxın insan isə itkin düşmüşdür. Bakı qəzasında etnik təmizləmələrdən sonra dinc əhalinin vəhşicə qətlə yetirilməsi Şamaxı, Quba qəzalarında və Azərbaycanın digər rayonlarında da davam etdirilib. Martın 31-də erməni daşnaqları Şamaxı qəzasının 53 kəndində 8027 Azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetirmişlər. Qubanın 162 kəndində öldürülən günahsız Azərbaycanlının sayı isə 16 minə yaxın idi. Erməni terroristlər Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, 10 minlərlə insanı vəhşiliklə qətlə yetirmişlər. Azərbaycanın dinc əhalisinin təhlükəsizliyini 1918-ci ilin Nuru Paşanın rəhbərlik etdiyi 12-14 minlik Osmanlı əskərindən ibarət Qafqaz İslam ordusunun Azərbaycan türk-müsəlman əhalisinə qarşı keçirilən kütləvi qırğınların qarşısını almaq və müsəlmanlara yardım etmək məqsədi ilə Bakıya gəlməsi ilə qorunmuşdur. 1998-ci il martın 26-sında Ulu Öndər Heydər Əliyev Azərbaycanlıların soyqırımı haqqında fərman imzalayır. Həmin gündən etibarən 31 mart Azərbaycanlıların soyqırımı günü elan edilir. Bu soyqırım dövlətçiliyimizin tarixində baş vermiş faciəli, milli anlaşmaların təzahürüdür. Biz bir Azərbaycan xalqı olaraq Mart soyqırımının xatirəsini daim əziz tutur və bütün dünyanı erməni faşizminin iç yüzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırırıq. Biz bir türk, bir Azərbaycanlı olaraq öz intiqamımızı aldıq. Ermənilər kimi
dinc əhalinin üzərinə yeriməklə yox, döyüş meydanında öz intiqamımızı aldıq. 27 sentyabr və 8 noyabr müharibələrində intiqamımızı aldıq. Ayaqyalın erməni təcavüzündən qaçan balaca körpələr 44 günlük vətən müharibəsində tank belində geri qayıdaraq intiqamımızı aldılar. Allahdan bütün türk müsəlman şəhidlərinə rəhmət, yerdə qalanların isə səbr diləyirik. Allah rəhmət eləsin.